Pasientlərdən çox tez-tez eşitdiyim şikayətlərdən biri doktor gün ərzində ürək nahiyəmdə sancmalar, göynəmələr olur. Bu ya daimi və yaxud da ki, tez-tez təkrarlanır. Bu nə ilə bağlı ola bilər? Əgər siz ürək nahiyəsində yanma, göynəmə, sancma şəklində, sızıltı şəklində ağrılar hiss edirsinizsə, tənəffüs tezləşirsə, nəfəs almada çətinlik çəkirsinizsə, sanki boğulurmuş kimi bir hissiyat yaranırsa, təmiz hava almağa ehtiyac duyursunuzsa, demək ki, bu sizdə kardionevrozdur. Və kardionevrozu olan pasientlərdə tənəffüsün tezləşməsi ilə yanaşı nəbzin tezləşməsi də müşahidə oluna bilir. Əgər ürək və boyun nahiyəsində osteoxondroz varsa, bu kürək arxası və ön döş nahiyəsinə, yəni ürək nahiyəsinə yayılan ağrılara səbəb ola bilir. Eyni zamanda kürək və boyun nahiyəsində paravertebral əzələlərdə miofascial düyünlər varsa, hansı ki el arasında qulunc kimi tanınır, əzələ bərkiməsi. Bu da ön döş nahiyəsinə yayılan, ürəyə yayılan ağrılara səbəb olacaqdır. Sizin də bu cür şikayətləriniz varsa, vaxtında həkim nevroloqa müraciət edib müalicə alın və ağrısız ürəklə həyatınıza davam edin.